أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين يا رب العالمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. وأما بعد Qolmuş şeytanın şerrinden Allah'a sığınıram, Rahman, Rahim olan Allah'ın adıyla. Salam əziz müminlər və müminələr, Allah Teala bizim bu matəm günlərimizdə keçirdiyimiz məclisləri qəbul etsin. Maddi, fiziki, mənəvi cəhətdən məscidə ehsan edilib, Allah hamısını qəbul etsin. Xəstələrimiz var, Allah hər birine şəfa versin. Mən təşəkkür edirəm siz əziz və dəyərli müminlərə ən azı dəvət etdiyiniz üçün və bu 2 həftə ərzində mənə qarşı olan xidmətə və hörmətə görə Allah sizi var etsin. Sizdən inşallah haqqınızı halal eləyəsiniz. Mümkündür danışığımda, baxışımda, müəyyən bir səsində hər hansı bir nöqsan oldu, qüsur oldu, inşallah bağışlayarsınız. Və xüsusən də minnətdaram dəyərli ruhanimiz Hacıya ki, həqiqətən də çox zəhmət çəkdilər aləmdə və sonra dəyərli cavan qardaşlarımıza ki, həqiqətən onlar da xidmətimizdə durdular. Allah hamısını var eləsin, Allah müşkülləri həll eləsin, Allah onları xoşbəxt eləsin. İnşallah gələcək bir nə vaxt görüşərik, görüşmərik. Ya bu dünyada, bu dünyada Allah hamımızı axır xeyirli eləsin. Əsas budur ki, Allah hamımızı məclisi qəbul eləsin və hamımızı bu yolda qədərimizi sabit eləsin. Amin. Mövzumuz təbii ki, sırf bir mövzu deyil. Mümkündür, müxtəlif mövzu olsun. Xırda-xırda mən deyəcəm ki, bir növ məlumat ünvanında. Bunların hamısını bilirsiniz mübarəm. Çünki neçə illərdir sizə dəyərli ruhanilərin söhbətləri olunur. Hər bir özləri öz elmləri ilə sizə deyirlər müxtəlif mövzularda. Bir növ təkrar olsun deyə, yaddan çıxmasın deyə ki, insan sözünün 2 mənası var. İnsan sözünün 2 mənası var. Biri munisdir, yəni ünsiyyəti sevər, həmdən deyərlər, munis. Yəni tək qalmasın, tək getməsin, tək gəlməsin. Ünsiyyət sevən məxluq, insan sözünün 2-ci mənası yaddan çıxaran deməkdir. Yaddan çıxarmasında bir ilahi bir məsləhəti var, xeyri var. İndi o hasi yolundan yada düşür, ona işimiz yox. Yaddan çıxaran məxluq olduğumuz üçün Quranda Allah buyurur ki, təzəkkir, yada sal, xatırla ki, yada salmaqlıq möminlərin xeyirlədir. O baxımından mən də mümkün deyilə sözlər var deyim ki, onlara şükürlüysünüz və ətrafında barəsi məlumatlarınız var. Mövzumuz deyək, qısa mən deyəcəm, kimin əvvəli, kimin axırı, yəni sonumuzun xeyirli olması. Bizim bir ustadımız var, böyük alim idi. O deyərdi ki, tələbələr həmişə çalışın, bu duanı deyin. Allahümmə cəalə əvvəqibə umurana xayra. Allah sənə istəyir ki, bizim axırımızı xeyirli eləyəsən. Axırımız xeyirli olsun. O deyərlər, aqibətin xeyir. Aqibət yəni ki, son. Mümkün biz neçə il namaz, oruc, xums, zəkat, həc, Məşhəd, Kərbəla, Ərbəin, məsələn, xidmətlərimiz, namazımız, saqqalımız, hicabımız, hamısı yerində olsun. Amma axır an əsas mühümdür. Allah göstərməsin, biz axırda çaşaq. Çaşmayaq deyə, gərək biz özümüzü indidən sığortalayaq, neylə? Nəfsimizə qulaq asmağımızdan. Nə qədər məsələn bizim qəlbimizdə kin olsa, paxıllıq olsa, lovğalıq olsa, axırımız xeyirli olmayacaq. Allah eləməsin. Mən misal vurum. Peyğəmbərlə Əleyhisselam, biz o doğma əmr olur. Peyğəmbərlə Əleyhisselam, o doğmaca əmr olur. Bunların birisi oğlu var, adı Zübeyir. Ki, məşhur tarixdə. Eşəsi Təlhə və Zübeyir. Cəməl müharibəsi, Ağdəvə deyilən müharibə. Orada bu Təlhə ilə Zübeyir Məmənə qarşı çıxdılar.
Qılınc qaldırdılar, hər ikisi öldü. Tarix araşdırır, Təlhə ilə Zübeyir əvvələn çox əla oldu. Mömin olublar, yaxşı insan olublar, İslam yolunda çox fədakarlıq ediblər, çox xidmət göstəriblər. Hər ikisində olub müxtəlif ləqəbləri. Məsələn, filan kəsə bəhbəhlə olan yad edərlər. Bir dəfə Peyğəmbər zamanında deməli bir xanım gəlib düşmüşdü Peyğəmbərin qoşunun içərisinə. Adı Sara idi. Sara Məkkədə müğənni idi. Məkkə şəhərində müğənni olub. Bunun əri isə qalıb Məkkədə müşriklərin içərisində. Xəbər göndərir xanıma ki, bəs, edək, mən burada əsirəm, məni buraxmaları üçün sən görə Peyğəmbərdən müəyyən bir məlumatlar əldə edərsən. Nə kimi hərbi taktikası var, nə eləyəcək onu. Bu xanım müəyyən sirləri, müəyyən yollarla öyrənir ki, Peyğəmbər filan var, filan yerdə, filan iş görəcək, müharibə barəsində və gedir. Peyğəmbər deyir ki, Əliyə, Əli və bir neçə şəxsə, gedin bu xanımı tutun yolda, onun üstündə balaca məktub var. Onun içərisində gizli söhbətləri qeyd edib, yazıb, onu vermək istəyir ərinə. Bu xanım yola tuturlar. Zübeyir araşdırır, axtarır, soruşur, xanım deyir ki, yox, məndən məktub yoxdur. Zübeyir ki, Əli məktub yoxdur. Əli ki, Zübeyir, Peyğəmbər deyil var bunda məktub, necə yoxdur? Peyğəmbər deyir ki, bu qadının məktub var, gizli məktub var. Və Əli isə bunu tapır. Deməli, qorxutmaqla nəyəsə, xanımın saçlarının arasından o çıxarır kağızı. O vaxtdan Zübeyrin Əliyə qarşı içində paxıllıq yarandı. Onu gizlətdi, neçə illər gizlətdi. Ta nə vaxtsa üzə çıxdı o. Üzə çıxdı, nəhayətdə İmam Əli ilə müəyyən məsələsi vardı. Bəslərlə Şufa şəhəri başçılığını İmam Əli Rəsul öz dövründə, öz xəlifəlik dövründə heç birində nə Təlhəyə, nə Zübeyrə Məkkə ilə Şufənin başçılığını vermədi deyə, xəlifənin vermədi deyə bunlar Əliyə qarşı qılınc qaldırdılar, hər ikisi öldü. Nəyin qurbanı olur? Paxıllıq. Paxıl insan olanda, əgər istəyir ki, öz qəlbindən paxıllığı çıxarsın, ki, paxıllıq edir, o adamı həmişə birinci salam versin. Onu tərifləsin, ona hədiyyə versin. Mələk üçün sayında salam vermək, onu tərifləmək və ona hədiyyə vermək. Ona görə yox, Allaha xalq ki, Allah, mən bu qəlbi qalsa qəlbimdə, mən yerim cəhənnəmdir. Ən aşır nümunə Adəm Peyğəmbərinin oğlu Qabilin Habili öldürməsi. Nəyə görə? Paxıllığa görə. Oxudum və Yusuf surəsindən və baxımızda kinosuna 12 qardaş idilər, biri Binyamin Hez, o biri Yusuf var, 10 dənə qardaş. 10 dənə qardaş nə üçün haqsızlıq etdi Yusuf'a qarşı? Kök paxıllıqdır. Paxıllıq insanın imanı yiyib dağıdır, məhv edir. Necə ki, bir qaşıq sirkəni tök bir balın içərisinə, o balon məhv olacaq, o bal məhv olacaq. Bir qaşıq sirkə, bir balı məhv edir. Bax, paxıllıq budur. Paxıllığın sonunda oldu Kərbəla. Kərbəla faciəsində İmam Hüseyin soruşur tərəfdən. Deyir ki, bunun səbəbi nədir? Əgər mənə var probleminiz, prinsipiniz ki, mən gezi qəbul eləmirəm, məlum. Nə günahı var xanımların, bu körpələrin, qızların filan. Deyir ki, Hüseyin, atan Əlidən bugünə qədər bizim içimizdə qıcıq qalıb, acıq qalıb, paxıllıq qalıb. Adı ona qısqanclıq, hər nə, pis bir şeydir o. Bütün üstün cəhətlər Əlidə idi, imanında, elmində, müharibələrdə və s. və s. və s. cəhətlərdə. Getdilər Peyğəmbərin qızı xanım Fatiməyə, elçi Peyğəmbər vermədi. Amma Əliyə verdi. Bunu dözməyə lazımdır. Nəhayətdə bu paxıllıq yığıldı, Əliyə qarşı haqsı verdilər. Salavat zikirlər. Allahümmə Nəhayətdə faciə baş verdi.
50 istiqlal məhəssən hər birinə qarşı. Kökünə baxırsan, baxıllıq. Təkərlər, biz neçə il namazımız, orucumuz ola bilər. İndi bir tarixə əsasında, bəzi tarixdə yox, bəzi mənbələr qeydilər ki, Şimr əvvəllər yaxşı insan olub, bəzi mənbələr, hər mənbələr yox. Nələr alim olub, hafiz olub, İblisin özü 6000 il ibadət edib. Nəyə qurbanı oldu? Baxıllıq. Niyə mən Adəm baş əyməliyəm? Niyə? O məndən sonra gəlir filan. Allah'dır ki, mən deyirəm ki, baş əyməliyəm. Paxıllığının qurbanı oldu İblis. 6000 illik əziyyəti getdi heç niyə. Nə qazandı, lənət qazandı. Olub Bəni İsraildə, Quranda əməz var, işarə edir, bəli Sisa və ya da Bələm Baura ki, bu insanların hər ikisinin əvvəli yaxşı idilər, mömin idilər. Axır nə oldu? Dünya malını allandılar, bəzi paxıllığa görə, bəzi qeybətə görə, bəzi mənfi cəhətlərə görə oldular cəhənnəmlik. Bizim bəzən başımızı ağrıdan, bəzən çox vaxt başımızı ağrıdan, bizim incidən, bizi cəhənnəmə aparan dilimizdir. Biz dilimizi qorusaq, qeybətdən, yalandan, boş-boş danışmaqlıqdan, lağa qoymaqlıqdan, bunlardan qorusaq, bizim başımız ağrımaz. Çünki qeybət də, böhtan da, yalan da, məsxərə də, hamısı günahdır. Və tərəfin haqqıdır. Tərəfin də haqqı var ki, sənə haqqını halal eləməsin. Ona nə olacaq? Dilimizi qorusaq, müəyyən şey eşitmişik, dəqiq bildik yox. Sus. Sənin müəyyən bir şey soruşurlar, orucluq haqqında, məhərrəmlik haqqında, sənin ixtisasındır, sən ruhanisən, bilər ki, yox. Sənin şimdədir, məsələn, ustadır, doktordur, o öz sahəsi var. Sənin söz soruşurlar dini sahədə, sənin sahən deyilsə, fətva vermə, bilən bilmirəm. Çətin şeydir, bilmirəm. Soruşan ruhani daha dəqiq bilər, onun sahəsi də o. Nə deysə, çıxıb dinin adına. Çünki o adam onu əməl eləsə, səhv əməl eləsə, günah sənin boyundadır. Müəyyən şey eşitmişsən, hər eşitdiyimiz həqiqət deyil, əzizlər. Bax, bizim evimizi yıxan, qohumla qohumu düşmən edən, qonşuyla qonşunu düşmən edən eşitdiyimizi deməliydi. Və gördüyümüz hər şey də həqiqət deyil. Biz görürük, duzla pesok. Duz, pesok. İkisi də kənardan eyni işə oxşayırlar. Dadmadan bilməyəcək hasıdır. Dadmadan. Baxma ki, görürük. Duza pesok desək, pesoka duz desək günah olacaq. Hər eşitdiyimiz həqiqət deyil, hər gördüyümüz də həqiqət deyil. Bəs necə eləyərik biz dəqiq məlumat verək, dəqiq bilək? Lazımlı mövzudursa, araşdıracaqsan, soruş etibarlı insanlardan, sonra qərar verir. Lazım mövzu deyilsə, edək, boş ver. Məsələn, filan ailədə, filan, məsələn, bəyin o vaxtı bəylik kostyumun nə olub, o hansı pulla onu alıb, axı o kasıb idi. Tutaq ki, bildin sonra. Nə qədər maaş alır, necə olub gəlirsə vəzifəyə, nəyvə gəlir? Bildin də, nə olur ona sənə? Və ya məsələn, filan xanım niyə boşandı əlindən, sənin nə işlə qalır? O insanı soruşaraq maraqlanar ki, reisdən çıxmış poezi qoymaq istər reisə, yəni düzəltmək istər aləmi. Tutaq, sən bildin niyə boşandı, niyə maraqlanırsan? Sən bir maraqlanırsan, o bir maraqlanır, hər maraqlanan səhv anlayır və bazı bir kənddə, rayonda, şəhərdə bir şəxsin barəsində olmayan sözləri deyirlər. Məsələn, filankəsin cehizinin materialı nə material idi? Qoz ağacı idi, nə ağacı idi, nəyvə gərək? Bizim beynimiz əzizlər, əlavə məlumatlarla toplansa, bizim beynimizdə, başımızda kənarda məlumatlar yığılsa, Allahın dediyi, Allahın məsləhət gördüyü məlumatlar gün sonra yerə olmayacaq. O ki, bizə lazım deyil, o məlumat bizim üçün önəm daşımır, orada biz sağ qazanmırıq, nəyimizə gərək?
Elə şey var ki, hə, mühümdür. Sən onu bilməlisən, həll etməlisən. Ağsaqqal kimi, abidçər kimi buyur, öyrənməsə həll elə. O üçün deyilər ki, çalış, dilini qoruy, dilini qoruy. İkinci, bir şey eşitsən, bir şey görsən, tez qərar vermə, düşüncəli qoruy. O Yasin Surəsinin təfsirində belə bir hədis var Peyğəmbərdən, bir işə başlayanda yaxşı düşün ki, sonu yaxşı bitsin. İnsan öz zihnin doldusa mənfi düşüncələrlə o insanın simasından ağrı yağır, mənfi ağrı yağır. Ancaq şərt ki deyildi. Hamılar şərt və hamıdan ki deyildi. Hamı nöqsandır, bir bundan başqa. Bu olmaz. Bu insanı aparmır şəhidlik yoluna. Şəhid olmaq istəyən, sonu xeyirli olmaq istəyən, Allahın sevdiyi bəndə olmaq istəyən adam dilin qorumalıdır vəssalam. Zihnin də qorumalıdır. Mənfi düşüncələrdən, suzənlərdən, səhv düşüncələrdən. Sevərsən, sənin haqqında cəmaat pis şey düşünsün, pis şey desin, yox. Qanunda psixologiyada özün hərsə var dinimizdə. Özün üçün bir şey xoşlamırsan, sevmirsənsə, xoşlama, onun barəsində də həmsin. Şəhidliyin yolu var, əzizlər. Şəhidliyin yolu var. Allah buyurur ki, dünyanı ahirətə verən olur şəhid. Nisa surəsi 74-cü ayə. Təşəkkürlər. Şəhidliyin şərti budur. İstər din üstündə, istər torpaq üstündə, ailə üstündə, elm üstündə dünyanı ahirətə versən, şəhidliyin iyi insan duya bilər. Havay olmur şəhidlik. Havay olmur. Nəsə olmalıdır ki, hələ halva deyib almış şirin olsun, dili yox. Cənnət qazanırmır, əzizlər, arzularla. Nelə qazanır? Əməllərlə. Gələk, əməl də Allah xatır olmalıdır. Düşüncəmizin mənfi düşüncə olmalı deyil. Gəldi bir gün, məlum oldu ki, sən düşündüyün məsələ səhv imiş. Sən düşündüyün məsələ səhv imiş. Ne eləyəcəm bura? Ya tahmanın həm adamı ki, bəs haqqı halarla, gedər abrımız, biyar olarım. Ya da ki, o deməli deyilik, müəyyən bir kar ortaya çıxarsa, o adam haqqında istiğfar, Allah onu bağışlar, ruhsun qod ilə, filan ki, biz o insan barəsində xoş dua eləyək ki, Allah bizi bağışlasın. Yəni, bir də bizə lazımdır o məhələ. Niyə biz dilimizi həsr eləyək, məşğul eləyək, boş qeybətə, söhbətə, yalana, lağa qoymalığa. Birinin yerişini, birinin duruşun, baxışını, yəni geyimini, nəslini, nəyinlə lağa qoymaqla nə əldə eləyirik. Tutaq ki, məsələn üçün, mən özümdən kirəm, sizə yox. Mən 10 gün, 20 gündən, bir adımdan öncə filan günah eləmişəm. Nə qazanmışam buna? Əldə nəyim var? Heç nə. Yəni, insan günahdan həmin anda həzz alır da. Günahdan insan, içki olsun, mən insan gündəkdə bilmirəm. Həmin anda insan onlara həzz alır. Keçir üstünə bir dəqiqə, həzz insan daha zehində olmur. Yəni, düşəndə ki, filanisi burada eybin açsın, o eyblə bu adamın gələcək ağrı cəmiyyətdə, ta ki, mən dedim, nə qazandım buna? Düz deyil, istisna hallara ona işimiz yox. Harada olar, ona işimiz yoxdur. Onun qanunu deyirəm. Baxın, biz bunları etməkliklə o şəhidlik yola alınmayacaq. Yəni, insan bu dünyada olan günahlardan vaz keçsin ki, keçsin cənnətə. Hür, günahın birisi nə qədər haqsızlıq edir, əhl-i beytə, susuz qoyub, mamusinin kəbə gəlməsinə şirayət yaradır, qoşunla mamın qarşısını alıb, nə. Dünyasını verildi, vəzifəsi vardı, hər şey vardı. Axırı peşman halda gəldi, əqqabısını çıxardaraq, çəkməsiz gəldi ki, mən peşmanam filan, axırda oldu şəhid. İnsan var ki, əlbəli yaxşıdır, bəyan edim, axır pis olub. Niyə görə? İçindəki mənfi cəhətləri çıxartması mümkün deyil. Qısa deyim, özünü sındırmasan, qazanmayacaqsan. İnsan özünü sındırmasa, qazanmayacaq. Çünki haqq tərəfdə olsa, məndə deyil.
haqq tərəfdədir. Oradan özünü sındırsan, xoş halma. Sındırmasan, bayhalma. Kərbəlada 3 qoşun olur. İmam Hüseynin qoşunu, Yezdin qoşunu, bunlar məlumdur. Cənnət və cəhənnəmliklər. Bir də qoşun vardı, şahidlər idi. Nə ora qoşuldular, nə bura qoşuldular. Baxma ki, onlar İmam Hüseyin başı qılınız qaldırmadılar, amma şahid idilər məsələyə. Görürlər, Peyğəmbər balası öldürülür, doğranılır, səslərini çıxartmadılar. Buna baxmayaraq onlar da qatillərdir. Quranda ayımız var Şəms surəsində, orada adlar 11 nə qədər and içir orada. Filan güyə, günəşə, ulduza. Salih Peyğəmbərin bir dənə vardır möcüzəsi dəvə idi. Nəqatullah, Allahın dəvəsi. O dəvəni bir nəfər öldürür. Amma ayı hamı pisləyir. Bir nəfər o dəvəni öldürür, ayı hamını pisləyir. Çünki orada biri məsələn bir göz vurdu, biri məsələn bıçağı itlədi, nə bileyim biri bıçağı verdi, biri məsələn durdu, güddü ki, məsələn öldürün, gəlsin kimsə mənsə xəbər eləyərəm. Hər birinin müəyyən bir imzası, rolu oldu o dəvənin öldürülməsində, Allah hamısını pisləyir orada. Baxma ki, Kərbəla hadisəsində Şimrin əlində olub qılınc. Qılınc olub bir nəfərin əlində. Kimin? Şimrin. Amma şəhərin başçısı Beydullah, qoşun başçısı Məhəmməd ibn Səd, fətva verən Şüreyh, ölkə başçısı Yezid və qılınc əlində olan Şimr, hamısı günahkardır. Baxma ki, qılınc sırf kimin əlində olur. Biri gülür, biri peçat vurur, biri razı verir, biri neydir, hamısının o işte barmağı olduğu için hamısı nədir? Zalimdir. İndi bunun əksi var da, əksini danışıb biraz xoş məlumat olsun. Bir insan bir yaxşı iş barəsində bir iş görür, o buradan orada zərrə qədər xidmət olur. Məsələn, İbrahim Peyğəmbər dövründə, mən əksini deyim, anlayacaq. İbrahim Peyğəmbər dövründə, aklı İbrahim Peyğəmbər o da. Görürlər ki, bütpərəstlər hərəsi əlində bir balaca çöp, taxta, böyük bir ocaq qalanmışdı, tonqal qalanmışdı. Onu açılan balaca taxtanın heç mənası yoxdur. O qədər böyük tonqal bəsli İbrahim yandırmalılar. Görürlər ki, bütpərəstlər hərəsi əlində balaca taxta, çubuq, atırlar o tonqalın üstünə. Dedilər, niyə belə edirsiniz ki, nə ehtiyacı var ki? Dedilər ki, bizim sitayiş etdiyimiz bütlər görsün ki, biz bütpərəstlər o bütə sitayiş etməyimizə sadiq qalaraq əlimizdən gələn nədir? Nəyə bacarırıq? Onu edirik. Ta İbrahim yansın. Bax, bütpərəstdir ha. Bütpərəstin səhv etiqadı var, amma görürsən ki, İbrahim yanması dəstək olmaq istəyir. Var Kərbəla şəhədləri, var şəhəd olmayanlar. Məsələn, orada xanımlar var idi. Yəni, düşünməyən ki, dinə xidmət sırf şəhədli iləndir. Xeyr olan, təkli olan deyil. Bir nəfər din xidmətçisini, din alimini, ruh mamını öldürürsə, bir şey qazanır, dünyanı qazanır, vəzifə qazanır. Amma din yolunda ölən iki şey qazanır. Dünyadakı rəhmət, şəhidliyini və axirətdəki nəyi qazanır? Qazan cənnətini. İki şey qazanır. Peyğəmbər vəhli beytinə salavat zikirlər. Allah. O Muxtarın baxmış kinosuna, orada bir Muxtarın məsələsi var. Muxtar bilər ki, filan qoşun var. Onlar da istəyirlər ki, Yeziddən qisas alsınlar. Yəni, qoşunun bir yerədə siz. Niyə ayrısınız? Sən Muxtar niyə qoşulmuşsun həm qoşuna? Ərlə verin, çox olun, vuruşun o Yezidin qoşuna qarşı alın da məsələn üçün İmam Hüseyin qisası. Muxtar deyir ki, yox. Deyir, niyə? Deyir ki, o qoşun var, deyir sizi, vuruşmaq istəyir Yezidə qarşı İmam Hüseyin qisasını alsın, qanunlasın. Onlar ölmək üçün vuruşurlar, öldürmək üçün yox. Gedər bizi öldürsünlər, bizi həbs eləsinlər. Yox, bu dini iş deyil bu. Düşünmək ki, dində hələ bütün xidmət ancaq ölməklə və həbsləndir. Onlar da var, amma sırf onlar deyil. Onların da niyyəti öldürmək olmalıdır. Nə ki, sırf ölmək.
Bu özü qazanc etmək istəyir bəccəmat. Kərbala hadisəsində şəhidlər məlum. İnsanlar barda ki, sağ qaldılar, xanım Zeynəb kimi, sağ qala öz işlərini elədilər. Elədilər xidmət, İmam Hüseyn Əslam məhşərin tanrı ta bu günə qədər. Yəni şərt deyil ki, hələ hamı ölsün, bəs kim təbliğ edəcək, ölənlər haqqını kim deyəcək? Müəyyən şəxslər də sağ qalmalıdır. Ona görə Allahın məsləhəti bu oldu ki, 4-cü imamımız sağ qalsın və o təbliğ eləsin, kəbal eləsin, tanıtırsın. Səhabə kimdir? Yəni Peyğəmbəri görür, qəbul edir, filan və s. Tarixdə var ki, Peyğəmbərin dövründə elə insanlar var idi ki, Peyğəmbərlə birlikdə idilər. Peyğəmbər qəbul etmişdilər. Amma gəldilər Kərbəlada Hüseynə qılınc qaldırdılar. Peyğəmbər belə olublar. Möminlər, sahabələr namaz qıldılar Peyğəmbərlə. İllər keçdi, gəldilər Peyğəmbər nəvəsinə qılınc qaldırdılar Kərbəlada. Yəni bu sahabədir, bu cənabdır, bu məsələn filan kəs dində bu şey yoxdur. Dində təqva elədir. Allahın sevdiyi bəndə olmaqlıqladır. Baxmırsan, orada sahabəsən, tabeinsən, alimsən, kasıbsan, var, orada dəxli yoxdur. Allahın sevdiyi bəndə insan olanda və sonra qədər də qalanda onun axırı xeyirli olur. Təşəhhüd edirik və əşhəd ənə Muhammədən salavat zikr. Əbduhu və Rəsulü. Əbd. Bu adam, bu Peyğəmbər Allahın əbdidir, quludur və Rəsuludur. Yəni müəyyən mərhələ çatmaqlıq üçün, məsələn imam olasan, Peyğəmbər olasan, qaraqaşın və qaragözlü onu ölçülmür. İbrahimin qaraqaşı qaragözlü var deyə, Yusuf Peyğəmbərin həmsinin, onun üçün bunlar olmadı imam Peyğəmbər. İmam Hüseynə qədər hamısı. Müəyyən mərhələ keçməli sən imtihanlardan ki, olmasa o mərhələdə. Bu əbdidir. Muhammedin əbduhu, Allahın xalis bəndəsi idi və onun rəsulda oldu. Xalis bəndə oldu. Nədir Şam-ı qəriban? Bir də Şam qalmağı mənasında qısa deyim, bitirək. Mən savaşda gedirəm. Mən istəyirəm, çox istəyirəm ki, İmam Qudusdan qalım. Elə oldu ki, məclis sabah axşama təqib olundu. Mənim yolum uzaq olduğu üçün, bilet aldığım üçün, mən bugün burada bu dəfəlik son çıxışımdır. Adı çox sağ olun ki, bizə çıxış üçün imkan yaratdı. Allah azın canı sağ eləsin, dəyərli alimimizdir. Allah imanı kamil eləsin və bir kərə mən danışmışlar, bu mövzuda deyim burada, qısa konkret olsa da, şükürlər bilirsiniz. Bilməm ya da salmalı bunlar deyiləm mən. Şam-ı qəriban qəriblərin Şamı. Bunun bir neçə mənası var. Hamısı da öz yerində qəbuldur. Ümumiyyətlə, Şam yandırmağın nə ki mənası var? Şam yandırmağın nə ki mənası var? Mən 4'ünü deyəcəm. Başqa variant da olsa, müxtəlif sübutlarla inşallah qəbul olunur. Biri budur ki, xanım Zeynəb gecənin qaranlığında Peyğəmbər nəvələrini Şam ilə axtarırdı. Orada vardı bazı uşaqlar, köpəklər, qaranlıq, qorxu, vahimə, dəhşət, qaçmışlar, deyək, dağılmışlar uşaqlar. Deyir ki, Şamdan məqsəd bir mənasıdır ki, xanım Zeynəb Peyğəmbər nəvələrini Şamdan axtarırdı. Bir məsələ budur, işıqlıq olsun deyə. İkinci budur ki, Şam yandırmaqlıq dərd əlamətidir. Qəmi bildirir, dərd və qəmi bildirir. Üçüncü budur ki, təskinlikdir, təskinlik, rahatçılıq. Dördüncü bir mesajdır. Mesaj harandır? 8-ci ayət Səhv surəsində. Allah vurur ki, kafirlər nə qədər çalışsalar da Allahın nurunu, Allahın işığını öz ağızlarına söndürə bilməyəcəklər. Öz ağızlarıyla istədilər ki, söndürsünlər kafir Allahın nurun
bacarmayacaqlar. Sanki xanım bir növ onlara mesaj verir ki, siz bizi vursaz da, öldürsəz də, əsir etsəz də, bu əhlidə işə heç vaxt sönməyəcək. Ta onda məsələdir ki, siz dəyərli möminlərin əziyyətinin, fəaliyyətinin, əziyyətinin sayəsində bu matəm məclisləri davam edir. Allah qəbul etsin məclisimizi, söhbətlərimizi, Allah bizi həqiqi möminlərlə qərar versin. Biraz yorğunluq, özür istemez bizdə. Allah hamımızın duasını qəbul etsin. Allah hakkımızı xeyirli eləsin. Allah imanımızı kamil eləsin. Allah yolun gözlədiyimiz 12-ci imamımızın gəlişini tezləşdirsin. Və məscidə maddi, fiziki, mənəvi cəhətdən ehsan ediblər, xidmət göstərir. Allah hamımızın ehsanın, xidmətini qəbul etsin. Peyğəmbər və Peyğəmbərə salavat zikr.